Deyir, mən Muaviyə ilə danışıq aparmamalıyam. Deyirlər, yox, lazımdır, yaxşı, baş üstə. Cəmiyyətin rəhbəridir, amma onların rəyinə fikir verir, onların rəyinə uyğun addım atır. Bunlar çox hiləgər adamlardır, bunlarla müzakirə olmaz. Dedilər, yox, dedi, yaxşı. İbn Abbası göndərək, dedilər, yox. Malik Əşləri dedilər, yox. Əbu Musa Əşərini dedi ki, bunu göndərməyin. Dedilər, dedi, yaxşı. Cəmaat dedi, yaxşı, mənim nümayəndəm oldu Əbu Musa Əşəri. Getdilər, danışıq baş tutmadı, zərbə, aldandılar. Biz tövbə eləyirik, sən də tövbə elə. Və belə cəmiyyətidir. Bir dəxi mən deyirdim, siz təkid elədiniz, mən də etiraz eləmədim. Nəhrivan döyüşünü yaratdılar. Əşhəs Həzrət Əlinin söhbətini kəsir, deyir, sən düz danışmırsan, Həzrət Əli deyir, sən münafiqsən, ona deyir, cəmaatın gözünün qabağında. Sonra nə inir? Əşhəsi komandanlardan biri təyin edir. Gəlində başa düş. Bəs münafiqdir dedim də, sən cəmiyyət olaraq tanı da tanı. Sənin mənə təqdim elədiyin adam budursa, sən buna layiqsənsə, mən də bunlarla iş görəcəm. Zəhmət çək, yetkinləş, ağıllı ol, mən də sənin ağıllı uyğun davranım. Ziyad ibn Əbih ibn Ziyadın atasını Həzrət Əli Fars vilayətinə hakim təyin edir. Necədir sizcə? Ne üçün, necə olur bu? Orada narahatlıq olur, həmin o əyalətdə. Həzrət Əli yığır məşvərətə, kimi təklif edir, Ziyad ibn Əbih. Hamısı bir ağızdan, bir olsun. Sən dinən ki, bu münafiqdir, bu filan, bu oğlu belə olacaq, filan olacaq. Cəmiyyət yetkin olsun, tanısın. Tanısın. Cəmiyyətin vəziyyətinə uyğun nə seçim edirsiniz? Seçim kimdir? Mən razı olmasam da uyğunlaşacağım sizin seçiminizə. Razı olmasam da. İmam Həsən Muaviyə ilə sülh imzaladı ki, insanlar nəhayət ki, başa düşsünlər ki, Muaviyəyə etimad eləmək olmaz. Cəmaatı topladı, yığdı ordunu, dedi ki, neynəmək istəyirsiniz, döyüşmək istəyirsiniz, başlarını aşağı saldılar. Xeyr, xeyr, xeyr. Ondan sonra nulzimukumuha və entum laha karihun Quranın bu ayəsindədir. Elə bilirsiniz ki, istəmədiyiniz şeyə sizi zorla vadar edəcək. Getdi sülh müqaviləsini imzaladı və dedi ki, bütün bəndlərini tapdalayacaq Muaviyə. Elə də elədi. İndi anladınız? Hə. Amma bu yolu getdi, bunun üçün töhmət eşitdi, tənqid eşitdi, təhqir eşitdi. Dedilər, ay möminləri zəll eləyən filan. İmam Hüseyin qətligaha 6 aylıq uşağını apardı, özünü, əzizlərini apardı ki, cəmaat düşünsün, düşünsün. Mən kimlər, Yezid kimlərinə beyyət etməz. Bunu izah elədi, düşündürmək üçün bu qədər qurban verdi. Sonra anlayacaqsınız, sonra başa düşəcəksiniz. Amma sizin başa düşməyiniz üçün mən də qurban getsəm dəyər. Görün, cəmiyyətin düşünməsinə nə qədər qiymət verir. Ağıllı olsaydınız qurbana ehtiyac olmazdı. Özünüz təhlil eləyərdiniz, düz qərar verərdiniz. Ağlınız yoxdursa, başınız daşdan daşa dəyməlidirsə, mən qurban gedəcəm ki, heç olmasa ayılasız. Sizin ayılmağınız üçün Hüseyin qurban getməlidirsə, ağlınızın işə düşməsi üçün eybi yox. Mən gedim, pək ağlınız işə düşsün. Görün, ağıl nə qədər dəyərlidir. Ya Rasulallah, filan kəs münafiqdir, bəli. De, cəmaata tanıtdır, yox, özləri tanısın. Mən deməyəcəm. Allah mənə xəbər verib ki, filan kəslər münafiqdir. Hüzeyfəyə demişdi adları. Bir-iki nəfərdə fırlanırdı Hüzeyfənin başına ki, mənim adım orada var. Gör, orada mən varam, deyirdi, deməyəcəm. Peyğəmbər icazə verməyib. Cəmiyyət özü tanısın. Bəs cəmiyyət tanıyanacan bu münafiq 1000 dənə bəla asacaq cəmiyyətin başına. Qoy açsın cəmiyyət, ağıllı olmasına görə bədəl ödəməlidir. Önəmli olan ağıllı olmasıdır cəmiyyətin. Lətuğərbəlunə, siz ələkdən keçəcəksiniz. Mənə dinləyənlərin hamısına deyirəm ki, ağıl imtihanları gəlir qarşıdan. Təhlil istəyəcək, hər bir hadisə təhlil istəyəcək. Bir balaca şey olan kimi o saat adam gərək yolundan azmasın, fikirləşsin, düşünsün, düzgün qiymət versin. Hadisələr dolaşdıracaq, ağıllılar nicat tapacaq, emosional adamlar yox. Ağıllılar qiymət verəcək şəxslərə, hər bir kəsə. Cəmiyyət yetkin olmasa, seç o münafiqləri öldür, təzə münafiq istehsal edəcək. Ağıllı cəmiyyət deyil. Yenə də hiləgərlər başa keçəcək. Çünki ağıllı cəmiyyət deyil. Ağıllı cəmiyyət o qədər önəmlidir ki, 1000 illər keçib bizim imamımız qeybdədir. Gözləyir ki, nə olsun, nə baş versin. Bu baş versin ki, cəmiyyət ağıllansın, insanlar ağılını işə salsın və nəyin faydalı, nəyin ziyanlı olduğunu anlasınlar.